Yeni bir idiom öğrenmeye hazırsınız. İdiom belə səslənir. Have eyes like a hawk. Have eyes like a hawk. Have malik olmaq, eyes gözlər, hawk şahin deməkdir. Yəni şahin kimi gözlərə malik olmaq. Sözbəsöz mənası belədir. Amma idiomatik mənası isə çox iti görmə qabiliyyəti olan, hər xırda detalı belə dərhal sezən, heç nəyi gözdən qaçırmayan insanlar üçün istifadə olunur. Bu insanlar həddən artıq diqqətli, ayıq-sayıq və müşahidəçidirlər. Niyə məhz hawk, yəni şahin seçiblər? Çünki şahin çox uzağı görə bilir, kiçik hərəkətləri belə dərhal görür, ovunu heç vaxt gözündən qaçırmır. Yəni onlar çox diqqətlidirlər. Bizim dilimizdə də belə ifadələr var. Şahin kimi diqqətli, gözü dörd açılmış, yəni heç nəyi gözündən qaçırtmayan, çox ayıq-sayıq, qazdan ayıq. Bax, bu sözlər, bu ifadələr məhz bu idiomun mənası ola bilər Azərbaycan dili üçün. Məsələn, my teacher has eyes like a hawk. Yəni mənim müəllimim hər şeyi dərhal görür. Adətən tələbənin, şagirdin hər hansı bir səhvini müəllimlər dərhal görürlər. Və ya she has eyes like a hawk and notices every mistake. O çox diqqətlidir, yəni çox ayıqdır və hər səhvi görür. Bunu da müəllim haqqında deyə bilərik və ya valideynlərimiz haqqında. Who has eyes like a hawk in your life? Your teacher, your parents, or your boss? Do you have eyes like a hawk, or do you miss details easily?